kiminsə bir uğuru var, kimsə sevilir, onun da bir xüsusi neymət var, şöhrəti var, qarşı tərəf onu götürə bilmir, üstəgəl istəyir o neymət, o uğur, o şöhrət onu tərk eləsin. Buna deyirlər həsəd və bunun uğrunda çalışır. Bir var çalışmır insan, bu fikir gəlir, narahatdır. Niyə o getdi qabağa, mən qaldım və özündə mübarizə aparır. Bunun işim yox. Bir də var artıq mübarizəyə qalxıb, qarşı tərəflə mübarizəyə qalxıb, özü ilə yox. Qarşı tərəfi istəyir, o hörmətini əlindən alsın. Buna deyirlər həsəd. Nə qədər mühüm məsələ olduğunu haqqında çıxışlarımda 6 cümə danışdım. Bu gün də 7-ci cümədir ki, köklərini araşdırırıq. Bu xəstənin mənbəyi, bu xəstəliyin mənbəyi hardan qaynaqlanır? Axı bu məndə yox idi, bizdə yox idi. Niyə gəldi, bizi tapdı? Əgər varsa. Keçən söhbətlərimdə bir kök haqqında söhbət elədim, təkəbbürlük. Təkəbbürlü insanlar həsəd apararlar. Danışmışam, qulaq asarsınız. İkinci kök haqqında bugün danışıram. İkinci kök nədir? İnsanın içinin xarab olması, batinin xarablaşması. Bəzi vaxtlar insan bir həddə gəlir, çatır ki, batini xarab olur. Nişanəsi nədir? Heç kəsi gözü götürmür. Hətta qarşı tərəfin uğuru onu tərk eləsə, heç gəlib buna tapmayacaq. Bir var adam deyir ki, o ölsə mən gedərəm qabağa, ona görə paxıllıq edir. Bir də var, yox, o ölsə də mən getməyəcəm qabağa. Bu yenə sıxılır. Belə insanlar. Nişanələrin deyirəm sizə. Kimsə bir əziyyət çəkəndə bu ləzzət alır. Xəstədir də bu insan. Kimsə narahatdır, bu sevinir. Birdən qulağa eşitdi ki, filan kəs müflis oldu, tez deyir, kim? Sevinir də kimsə müflis olanda, elə bir ləzzət alır. Şükür Allah, o da getdi aşağı. Deyirlər, məsələn, heç filan kəs deyir, doğrudan üzünə də təbəssüm qonur. Bu insanın içi xarabdır. Mən bu sözü özümdən çıxartmamışam. Hədislərdə var. Xubsuz sərirə. Hədisdə var, insanlar var ki, batini xarabdır. Bu sonradan belə olub. Allah bunu belə yaratmayıb. Allah qəşəng yaradıb bizi. Düşməyək Allahın üstünə, niyə belə yaranmışam? Belə yaranmamışıq. Özümüzü bəzi vaxtlar bu günə salırıq. Və belə olduğu təqdirdə belə insanlardan Allahın acığı gəlir. Hətta duasını eşitmək istəmir. Belə insanlar. Duasını da qəbul edəmir. Hədisini deyim. Həzrəti İmam Səccaddan da hədis. Buyurur 4-cü imamımız, bəzi insanlar var, duası qəbul olmaz. Kimlər də olar? 1. Su'un niyyə. Pis niyyətli insanlar. Həmişə niyyəti pisdir bu adamın. Bir dənə yaxşı niyyəti yoxdur. Elə hər şey pis. Bəd niyyət insanlar. Bədbin insanlar. Xubsuz sərirə. O insanlar ki, içi xarabdır, duası qəbul olmaz. Biraz içində bir neynəsin? Bir təlatüm yaratsın, tövbə eləsin. Xubsuz sərirə. Və nifaq məl ixvan. Qardaşları ilə səmimi olmaz. Qardaşların səmimi deyil. Göründüyü kimi deyil. Çox belə hamımızın başa düşdüyü kəlmələrlə danışıb. Göründüyü kimi deyil. Qardaşına deyir, mən sənə çox istəməm, istəmir. Nifaq var ortada. 4. Duanın qəbul olmaması üçün. O hədisi qutarım da, düzüm haşiyə çıxdıq kənara, hədisi tamamlayayım. 4. Buyurur, namazlarını qəzaya verən insanlar. Duaların qəbul edilməz Allah olar. Bir dəfə indi nə olar, adam sübh qəzaya verər. Bir də var, adət edib. Hər gün sübh gedir qəzaya. Bu işi budur. Narahat da deyil. Əvvəl heç olmasa narahat olurdu bu biraz. İndi narahat da deyil, sübhdür da qeyb qəzaya da, gün var, gün orta var, qılacaq da. Əvvəl qılırdı, indi qəzasını da qılmır, qəzalar da yığışıb qalıb. Hər halda inşallah onlar bizdən uzaq olsun. Başqa xüsusiyyət ki, dua qəbul olmur, davamını deyim. Yaxşılığı tərk edən insanlar, sədəqəni tərk edən insanlar, belə insanlar var da, yaxşılıq eləməyə mənə düşmür, atdı. Kimdir qədrimi bilən, niyə yaxşılıq eləyirəm? Belə insanlar. Davamında buyurur, bir neçəsini deyirəm sizə. Vələ fuhşu fil qavli.
dilinin iffəti itən insanlar. Söyüş dilindən, özür istəyirəm sizdən, əski deyil. 5 dəqiqə otur, elə dilindən iffətsiz kəlmələr düşər. İffətsiz danışan insan Allah onun duasını eşitmək istəməz. Ona görə dildə iffətli olmaq lazımdır. Qorumaq lazımdır. İnsan özünü qorusun. Elə zarafatla, lətifə ilə, onu ilə, bunu ilə olmaz. Olmaz bu. Fikir verdiniz hədisdə nə dedi? İnsan içi xarab olsa. Quranda da sıralama ayələr var. Müxtəlif yerlərdən yığmışam ayələr sizə. Bir ayə var Quran-ı Kərimdə asimun qəlbuh. Bəzi insanların qəlbi günahkardır. Qəlbin günahı. Başqa ayə buyurur bəlrana alə qulubihim. Qəlbləriniz sanki paslanıb, tozlanıb. Summa qasat. Bəzən daşdaşı var qəlbin. Məzlum gələndə heç ağlamaq istəmirsən. Əvvəl gözündən yaş tökülərdi, indi heç o da yoxdur. Qasat. Qəlbin daşlaşıb sənin. Ənfi qulubin əqfaluha. Bəzən qəlbi qıfıllanıb. Ayə baxa. Qəlb qıfıllanıb. Qutarıydı. Ənfi qulubin əqfaluha. Tubiya alə qulubihim. Möhürlənib. Belə bir insan. Belə bir insan. İnsan içinizə xarab olur. Yolu nədir? Nə baş verəndə? Baxın, günahlar ki, bir insana üst tutur. Paxıllıq bir tərəfdən, həsəd bir tərəfdən, kin bir tərəfdən, təkəbbürlük bir tərəfdən insanın ruhunu alır, əsarətə salır. Belə bir ruh xarab bir ruha çevrilir. Belə bir ruh çirklənir. Belə bir ruhun sahibi hey həsəd aparar. Yolunda dedim, qanunda dedim. Necə baş verir?